Budapeştdə mənim kimi cəlmələnmək istəmirsinizsə bu səhvi eləməyin. Söz verdim ki, məzuniyyətimdə bir gün belə evdə oturmayacağam, tam ona uyğun bir səyahət planı özümə hazırladım. Ona görə də Macarıstandan viza aldım. Bu səyahətdə 4 böyük şəhər görmüş olacağıq. İlk başladığım şəhər Budapeştdir, Macarıstanın paytaxtı Budapeşt. Hava limanından endikdən sonra şəhər mərkəzinə 100Y nömrəli avtobuslar gedir. Çox qısa müddətdə zaten şəhər mərkəzinə çatmış olursunuz. Şəhərin mərkəzi Budapeştdə Diek Frank Ter adlanır. Mənim ayarladığım hostel də elə tam bu mərkəzdə, yəni Bazilika hissəsində yerləşirdi. Hostelə əşyalarımı qoyandan sonra çıxdım şəhəri kəşf etməyə. Bazilikadan Azadlıq körpüsünə doğru getmək istəyəndə bu sarı tramvaylardan istifadə elədik, amma bu sarı tramvaylarda mütləq formada bilet almaq lazımdır. Biz almaq üçün hər hansı bir yer tapmadığımızdan bəlkə də nəzərimizdən qaçıb, ona görə də ala bilməmişdik. Minən kimi tramvaya yoxlanış olunur və cəlmələnirsiniz, diqqətli olun. Azadlıq körpüsü ümumiyyətlə ətraf ərazi çox estetikdir. Şəkli video çəkdirmək üçün məncə ən yaxşı məkanlardan biridir. Buradakı ayaqqabılarda getdim. Bununla bağlı başqa bir video paylaşacağam. Hostelimin çekin saatı yaxınlaşdı. Biraz da dincəlmək üçün hostelimə geri qayıtdım. Hostelimlə bağlı da ətrafa bir vlog paylaşacağam. Harasa səyahət etdiyim zaman mənə görə ən çətin isə maqnit seçimidir. Çox belə maraqlı, qəşəng bir maqnit seçmək istəyirəm ki, o ölkədən mənə bir xatirə qalsın və qiymətləri bu arada çox baha idi. Nəysə, Budapeştin ən ikonik mənzərəsini görmək üçün biraz da axşam saatlarında təbii ki, bilet alaraq metro vasitəsilə gedirik parlament binasına. Metrolarını çox bəyəndim, sərgəli və təmiz idi. İndi biz Budapeştin ən ikonik mənzərəsi olan parlament binasının qabaq tərəfində yerləşən metro stansiyasından çıxdıq və bu da oranın axşam görüntüsüdür. Budapeştin mənə görə ən ikonik yeri elə bu parlament binasıdır. Qayıdış bileti alaraq gəzməyə davam edirik. Şəhərin hər yeri, amma hər yeri ispanlarla dolu idi, ispan gənclərinə. Çünki Fransa və İspaniya maçı keçirilirdi həmin gün. Və birinci günün son nöqtəsi Budapeştin digər məşhur hissələrindən biri xarabalıq belə bir binanın içərisində gənclərin əylənməsi üçün təşkil olunan belə partilərdir. Burada getdim, baş çəkdim. Normal idi, amma musiqi səviyyəsi çox aşağı idi. Demək olar ki, musiqi səsi heç gəlmirdi. Bəlkə də belə olmalıdır, bilmirəm. Məni izləməyə almağı unutmayın. Hələ yolumuz çox uzundur. Budapeştdə ikinci gündə görüşərik.